24 noyabr 2025-ci ildir və həftənin bazar ertəsi gündə dəyərli izləyicilər, yanan binanın sakinləri kompensasiya tələb edirlər. Ayda 100.000 manat. Bəli, Bakının Yasamal rayonu Mirəli Seyidov küçəsində yanğın baş verən binanın sakinləri kompensasiya tələb ediblər. Publikaz xəbər verir ki, bunu orada yaşayan hərbi jurnalist Heydər Mirzə bildirib. O qeyd edib ki, bina sakinlərinin bir neçə tələbi var. Adam hər yerdə demirdi ki, pulla hər şeyi həll edir. Deməli belə. Birincisi, bina sakinləri binanın yaşayışa yararlılığı bərpa olunana qədər Yasamal rayonunda kirayə ilə təmin olunmalıdırlar. Ağdamda deyil, Masazırda deyil, elmlərlə inşaatçıların arasında təxminən 90 ailə, təxminən ayda 100.000 manat. Gəl indi həll elə pulla, bu saat yəni. İkincisi, öz gücümüzlə müəyyən şeylərə artıq edirik, təmizlik və s. Bütün bunların xərci manatına kimi müvafiq orqanlara təqdim olunacaq maddi təzminat üçün. Üçüncüsü, mənəvi təzminat məsələsi hələ qabaqdadır. Cəmaət hələ əzizini yeni torpağa tapşırıb, hələ də reanimasiyada olanlar var. İlk söz onların olacaq. Dördüncüsü, binamızın sakinləri dərin fəlsəfi, siyasi və s. çıxışlar etmək, söhbəti fərqli və hamımızın ziyanlı olan istiqamətə fırlatmaqdan uzaqdılar. Biz haqqımızı tələb edirik cinayətkardan. Vəssalam, küçədə qalmaq istəmirik sadəcə. Beşincisi, təxribatçılara mən troll nəsilləri yetişdirmişəm və mən troll nəsilləri yetişdirmişəm, troll doğuşu qəbul etmişəm, troll toyunda keşiş olub xeyir dua vermişəm, troll fabrikalarına, troll istehsalatı xətləri qurmuşam, uzaq durun. Siz nəsə yazanda mən söhbətin 12 şərhdən sonra hara gələcəyini bilirəm, mənimlə deyil. Arada insan ölümü var. Ailələrin hisslərini öz maraqlarınızda istifadə etməyin deyə jurnalist yazıb. Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsində çox mərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər ölüb, 20 nəfər isə tüstüdən zəhərlənib. Binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürülmüş Lovdent klinikasının direktoru Paşayev Bəhruz Sahiboğlu Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində həbs olunub. İndi də yanan binanın sakinləri kompensasiya tələb edirlər ayda 100.000 manat məbləğində dəyərli izləyicilər.